Şirvanşahlar 12-ci əsrin, 11-ci əsrin ikinci yarısı, 12-ci əsrlərdə testləri 2025-ci il dim toplu diaqram və sxemlərə baxırıq. 12-ci deməli sxemə baxaq. Burada deyir 11-ci əsrin birinci yarısından fərqli olaraq ikinci yarısında Şəddadilər dövləti Bizans qoşunlarını məğlub etmişdir. Şəddadilərin Bizansı məğlub etməsi 1048-ci ildə Səlcuqlarla birlikdə olmuşdu. Bu birinci yarısıdır. Siyasi müstəqilliğini itirdi. Bəli, bu ikinci yarısıdır. 1-ə B götürəcəyik. 1-ə A getmir, B gedir. Deməli, C-yə baxaq. Xəzər xaqanlığı ilə müharibə aparmışdır. Xəzərlərlə onların müharibəsi isə Fəzl İbn Məhəmmədin dövründə Şəddadilərlə Xəzərlər arasında münaqişə olmuşdu. Bu da düşür birinci yarısına. Deməli, 1-ə yalnız gedəcək B. 1-ə yalnız B gedən iki variantımız var. B, bir də C variantı. İndi gəlin ikinci hissəyə baxaq. Şirvanşahlar dövləti. Dövlətin paytaxtı dəyişdirildi. Ümumiyyətlə, 1192-də paytaxt dəyişdirilibdir bir də. Bu dövrdə paytaxt dəyişmir. Deməli, 2-yə A gedən variantımız olmayacaq. O zaman B üzərində duraq. C variantında deyir ki, Səlcuqlara xərac ödəməyi ötəsinə götürmüşdü. Bəli, Şirvanşahlar bu dövrdə Səlcuqlara xərac ödəyirdi. Çünki 1066-cı ildən sonra ödəməyə başlayır. O zaman cavab olacaq B variantı. Digərinə baxaq, 13-cü testdə. Şirvanşahlar dövlətinin xarici siyasətinə aid uyğunluğu müəyyən edin. Böyük Səlcuq dövləti ilə münasibətlər. Burada əsir vermir. Ümumilikdə Şirvanşahların xarici siyasətinə aid hadisə götürəcəyik. Sultan 1-ci Toğrula xərac verilməsinin öhdəsinə götürmüşdü. Bu yanlışdır. Çünki Şirvanşahları tabe edən Toğrul deyil, Alparslandır. Çünki Toğrulun hakimiyyət illəri 1038-ci ildən 1063-ə qədərdir. Şirvanşahlar isə 1063-1072-ci illərdə hakimiyyətdə olmuş Alparslan dövründə tabe olmuşdu və xərac verməyə başlamışdı. O zaman 1-ə A harda varsa çıxacaq. 2 variant getdi. B-yə baxaq, çünki B mütləq gedəcək. Alparslanın hakimiyyətini qəbul edir. Bəli, bu doğrudur. Bayaq dediyim kimi 1066 Alparslana düşür. Səlcuqlarla ittifaqa girərək 4-cü Davidin qoşunlarının Şamaxdan çıxarılması. Ümumiyyətlə, Davidin qoşunları özü çıxır, birinci. O zaman artıq Səlcuqlardan Şirvanşahlar üz döndərmişdi. Bu cümlə səhvdir. Ona görə də 1-ə yalnız B gedən variantı götürəcək. Bu da C və D variantlarındadır. İndi gəlin görək 2-yə A gedir, yoxsa C. Sacilər ilə münasibətləri Şirvanşahların Atabəylərə qarşı mübarizə ola bilməz. A ümumiyyətlə getməyəcək. Zaten belə bir cavab da yoxdur. Biz 1-ə nəyi götürdük? 1-ə B-ni götürdük. 2-yə də A getmir. 2-yə C-yə baxırıq. Yusif İbn Sacın hakimiyyətini qəbul edir. Bəli, Şirvanşahlar Yusif İbn Sacın hakimiyyətini qəbul edir. 2-yə də C gedəcək. 3-ə isə AB-yə baxaq. 3-ə AB-yə baxırıq. Gürcü çarlığı ilə münasibətlərdə 3-cü Mənçöhür Şamaxını Gürcülər tərəfindən tutulmasına mane ola bilmədi, deyir AB-də. A-da bir də B, 1-ci Axistan Gürcülərin Şirvanı Gürcüstana tabe etmək cəhdinin qarşısını aldı. Didiqori döyüşündə Gürcülərə məğlub oldu. Bu yanlışdır. Çünki Didiqori döyüşündə Şirvanşahlar iştirak etməyibdir. Burada Səlcuqlar və Gürcülər, Avropa səlcuqçiləri arasında olmuşdur. Qıpçaqlar da var idi qarşı tərəfdə. Deməli, 13-də cavab olacaq D variantı. Keçirik 14-də. Şirvanşahlar dövləti 11-ci əsrdən fərqli olaraq 12-ci əsrin birinci yarısında. Deməli, 1000-ci illərdən fərqli olaraq 1150-yə qədər
yeni sülalə hakimiyyətə gəlmişdi. Ümumiyyətlə 12-ci əsrdə Şirvanşahlarda yeni sülalə gəlməyib. Çünki yeni sülalə 1027-ci ildə gəlmişdi, Kəsranilər. Ona görə A harda varsa yanlış olacaq. Birə A getmir. B variantı 3-cü Mənçöhür. Bəli, 3-cü Mənçöhür 1120-1160-cı illərdə hakimiyyətdə olubdu. Bu da 12-ci əsrin demək birinci yarısıdır. 1-ə B gedəcək. Səlcuq türklərinin hücumuna məruz qalmışdı. Səlcuq türkləri ümumiyyətlə 1066-cı ildə hücum edibdi. Amma İraq Səlcuq Sultanlığı da hücum etmişdi 12-ci əsrdə. O zaman götürəcək 1-ə B və C. 1-ə B, C. Yəni görə 2-yə nə gedir? Slavyanların hücumuna məruz qalıb 12-ci əsrin ikinci yarısında bəli Slavyanların hücumuna məruz qalmışdı, amma bu fərq deyildi. 11-ci əsrdəki Səlcuqun hücumu da amma fərq deyil. O zaman 1-ə yalnız B gedəcək, çünki 11-ci əsrdə də hücum edib Səlcuqlar, 12-ci əsrdə də bu oxşarlıqdır. Demək, 1-ə yalnız B gedəcək. Atabəylər dövlətinin hücumuna məruz qalmışdır. Atabəylər dövləti özü ümumiyyətlə 12-ci əsrdə mövcud olub və Şirvanşahlara da tabe edibdi. Məsələn, Eldənizin dövründə də tabe olub, Qızıl Arslanın dövründə də. Bunlar da 12-ci əsrdir. Deməli, 2-yə B gedəcək. Qızıl Arslanın vasallasılığını qəbul etmişdi. Və bu da 12-ci əsrdir. Və ikinci yarısıdır. 2-yə isə B, C. Gəlin görək elə variant varmı? 1-ə B, 2-yə B, C. Bəli, elə A variantıdır. 14 olur A. Keçirik digər Venn diaqramına. 3-cü Mənçöhür və 1-ci Axsitana aid olan Venn diaqramıdır. 12-ci əsrdə hakimiyyətdə olması, bəli, bu ortaya gedəcək. Bəy, burada nədir? Eləyir Venn diaqramı, hə, C-ni müəyyən edin. C, yəni Axsitana xas cəhət tapacaq. 12-ci əsrdə hakimiyyətdə olması ikisinə də gedəcək. Çünki 3-cü Mənçöhür 1120-ci ildən 1160-a qədər, Axsitan isə 1160-dan 1196-ya qədər hakimiyyətdə olub. Ona görə 1 çıxır. Kəsranilər sülaləsinin nümayəndəsi olub. Bu da ikisinə də aiddir. Çünki Kəsranilər 1027-dən 1382-yə qədər mövcud olubdu. Yazırmı? Aha, yazır. Deməli, Eldənizlər dövlətinin vasallasılığını qəbul etmişdi. 1-ci Axsitan Eldənizlər dövlətinin vasallığını qəbul etmişdi. Amma 3-cü Mənçöhrün dövrü 1120-1160-cı illərdir. Onun dövründə də Eldənizin dövrünə düşür. Eldəniz də tutmuşdu. Çünki Eldənizin də hakimiyyət illəri 1136-cı ildən 1175-ə qədərdir. O zaman bu da oxşarlıqdır. Bəs nə qalır? Səlcuqlara xərac göndərilməsindən imtina etməsi və Gürcülərlə müttəfiq olması. Demək, burada Slavyanlarla mübarizə aparmağı gözümüzdən qaçdı. Slavyanlarla mübarizə aparmağı sırf Axsitana gedəcək. Çünki 1173-cü ildə Gürcüstanda baş vermiş qiyam zamanı Axsıtan onlara kömək göndərir. 1175-ci ildə isə Slavyanlar hücum etmişdi Qıpçaqlarla birlikdə. O zaman, daha doğrusu Alanlarla birlikdə, Qıpçaqlar da ayrıca gəlir o zaman. O zaman Axsitana da Gürcülər kömək etmişdi. Deməli, 3 var. Eldənizlər dövlətinin vasallasılığının qəbul edilməsini Axsitana vermək olar. Çünki Axsitanın hakimiyyət illəri 1160-cı ildən 1196-cı ilə qədər davam edir və onun dövründə asıllıq qəbul edilir. Amma Şəmsəddin Eldənizin dövründə də Şirvanşahlar asılı olmuşdu. O da düşür, məsələn, Mənçöhrlə paralel.
O zaman testdə biraz məmalılıq yaranır. Deməli, başqa bir diaqrama baxaq. Xəritə var. Xəritədə ulduzla işarə olunmuş şəhərin 12-ci əsrinə aid xüsusiyyətləri müəyyən edin. Bu Şamaxıdır. Şamaxının sırf 12-ci əsrinə aid hadisə tapmalıyıq. Eldənizlərin hücumu nəticəsində tutulması. Şamaxının eldənizlərin hücumu nəticəsində tutulmasıdır. Monqolların birinci yürüşü zamanı, ümumiyyətlə Monqol götürə bilmərik 12-ci əsrdə. Çünki Monqollar 1206-da yaranıb və 1220-22-ci illərdə Azərbaycana hücum ediblər. Slavyanların yürüşü nəticəsində dağılması. Deməli, Slavyanların yürüşü nəticəsində dağılma bu dövrdə yoxdur. Şamaxının dağılması 1100-lərdə yoxdur. 4-cü Davidin başçılıq etdiyi Gürcü qoşunlarının hücumuna məruz qalması. Bəli, 4-cü Davidin hücumları bu dövrdə var. 1124-25-ci illərdə, 1120-ci ildə Qəbələ və ətrafı dağıdır, düzdür. Deməli, 4 olacaq cavab. Bir də Eldənizlərin hücumuna tabe olması, çünki Eldənizlər dövlətinin tərkibinə daxil olmuşdu bu dövrdə Şirvanşahlar 12-ci əsrdə. O zaman 1 və 4-ü götürürük, 5-ə baxaq. İraq Səlcuq Sultanı Mahmudun qoşunları tərəfindən tutulması isə yanlışdır. Çünki İraq Səlcuq Sultanı Mahmud gəlir 1123-cü ildə, amma məğlub edilərək geri göndərilir. Bu qədər. Şirvanşahlardan diaqramlar və xəritələr bitdi.